Lakin qeyd edildiyi kimi Həmbəli imamları Allah Cəllə və Alanın kəlam sifətinin, o cümlədən Quran-ı Kərimin qədim və əzəli olduğunu qeyd etmişlər. Quran Allahın kəlamı və onun zati sifətlərindən bir sifətdir. Ha belə o, muhdəs və məxluq deyil. İmam Əhməd belə demişdir. O, əzəldən danışandır. Sonradan peyda olan şeyin əzəli olması isə mümkün deyil. Allah əzəldən danışan, bilən və bağışlayandır. Və həmçinin bizim alimlərimiz Allah Cəllə və Alədən susqunluq vəsfini nəfi edirlər. İmam Əhməd belə deyərdi, uca Allahın danışdığı kəlamı vardır. Bu, onun zatında olan sifətidir. Bu sifət lallıq və susqunluqdan fərqli olan bir sifətdir. Allah özünü həmin sifətlə tərifləmişdir. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel-aqibatu lil-muttaqin. Ve la udvana illa alel-zalimin. Ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ve men tebi'ahum bi ihsanin ila yevmiddin, amma ba'd. Biz İmam Abdülbaqil Mevahibinin rahimehullahu teala El-Ayn vel-Əthər fi Aqaidi Əhlil Əthər adlı etiqadı mətni oxumağa davam edirik və keçən dərsimizdə biz Allah Cəllə və Alanın kəlam sifəti barəsində danışdıq və Həmbəli imamlarının uca Allahın kəlam sifəti barədə etiqadlarını bir neçə məsələ üzərində açıqlamağın önəmli olmasını qeyd etdik. Qeyd etdik ki, Allah Cəllə və Alanın kəlam sifəti səs və hərflərdən ibarət olan bir həqiqətdir. Həmçinin onun kəlamı qədimdir, onun əvvəli yoxdur, onun kəlamı vücudi sifətdir, həmçinin onun kəlamı məxluq, hədis və muhdəs deyil. Eyni zamanda qeyd etdik ki, kəlam feili sifət deyil, zati sifətdir. Və Allahın kəlamı məxluqatın kəlamına bənzəmir. Və bu dərsimizdə bir sıra məsələlərə yenidən toxunacaq. Və qeyd edildiyi kimi, Allah Cəllə və Alanın kəlam sifəti zati sifətlərdən hesab olunur. Və bu məsələ ətrafında bizim alimlərin arasında heç bir ixtilaf yoxdur. İbn Mibrad rahimehullahu teala Tuhfatul Vusul kitabında Qadı Abu Ya'la As-Saghir'dan belə nəql edir. La yaxtelifu ashabuna ennel kelame sıfatun zatiyyetun lil bari subhanahu ve teala. Bizim əshabımız kəlam sifətinin uca Allahın zati sifəti olmasında ixtilaf etməmişlər. Və İbn Mibradın rahimehullahu teala nəql etdiyi bu sözlərdən aydın olur ki, Həmbəli imamları kəlam sifətinin zati sifət olmasında ixtilaf etməmişlər. Və bəlli olur ki, qədim həmbəllər, o cümlədən onlardan sonra gəlmiş fəqihlər, kəlam sifətinin eyni zamanda həm zati, həm də feili sifət olduğunu etiqad etməmiş və onun hədisul əhəd olduğunu iddia etməmişlər. Kəlamın zati sifət olması onun qədim və əzəli olması anlamına gəlir. Yəni, o sifətin əvvəli yoxdur. Təbii ki, bəzi alimlər uca Allahın kəlamının həm zati, həm də feili sifət olduğunu qeyd etmişlər. Və onlar kəlam sifətinə tərif verərkən onun növ olaraq qədim, xüsusi və müəyyən kəlmələr etibarı ilə yeni olduğunu demişlər. Və bu sözə əsasən onlar Quranın qədim deyil, sonradan danışılan kəlam olduğunu demişlər. Lakin qeyd edildiyi kimi Həmbəli imamları Allah Cəllə və Alanın kəlam sifətinin, o cümlədən Quran-ı Kərimin qədim və əzəli olduğunu qeyd etmişlər. Misal üçün alimlərimizdən İmam İbn Bənnə Əl-Həmbəli rahimehullahu teala Şərh-u Qasidətil Haiyyə kitabında buyurur ki, وَالَّذِي يَجِبُ أَنْ يُعْتَقَدْ أَنَّ الْقُرْآنَ كَلَامُ اللّٰهِ عَزَّ وَجَلَّ وَأَنَّهُ حَرْفٌ مَفْهُومٌ وَصَوْتٌ مَسْمُوعٌ لَا مِنْ جِنْسِ حُرُوفِنَا وَأَصْوَاتِنَا كَسَائِرِ صِفَاتِهِ الذَّاتِيَّةِ. Quranın uca Allahın kəlamı olmasını, onun, yəni kəlam sifətinin anlaşılan hərf və eşidilən səs olmasını və Allahın digər zatı sifətlərində olduğu kimi, onun bizə məxsus hərflər və səslər cinsindən olmamasını etiqad etmək vacibdir. İmam İbn Bənnə rahimehullahu teala burada Allah Cəllə və Alanın kəlam sifətinin zati sifət olduğunu açıq şəkildə qeyd edir. Və həmçinin Əbu Musa ibn Əbi Musa Əş-Şərif Əl-Həmbəli rahimehullahu teala Əl-İrşad kitabında nəql olunduğu kimi buyurur ki, وَأَنَّ الْقُرْآنَ كَلَامُ اللّٰهِ وَصِفَةٌ مِنْ صِفَاتِ ذَاتِهِ وَأَنَّهُ غَيْرُ مُحْدَثٍ وَلَا مَخْلُوقٍ. Quran Allahın kəlamı və onun zati sifətlərindən bir sifətdir.
Ha belə o muhdəs və məxluq deyil. Və həmçinin İmam Nəcmuddin Ət-Tufi rahimehullah Teala buyurur ki: "Fəmən ra'ahu sifətə fi'lin قال هو مخلوق كالمعتزلة ومن رآه صفة ذات قال هو قديم كالحنابلة." Bu iş onu, yəni Allahın kəlamını feili sifətlərdən görənlər onun mötəzillər kimi məxluq olduğunu demişlər. Həmbəllər kimi onun zati sifət olduğunu hesab edənlər isə onun qədim olduğunu demişlər. Və təbii ki, zati sifətlər ilə feili sifətlər arasında fərq ondan ibarətdir ki, zati sifətlər Allah Cəllə və Alanın iradəsinə bağlı edilmir. Halbuki feili sifətlər Allahın məşiyyəti ilə baş verir. Zati sifətlər bundan fərqlidir. Yəni biz Allahın zati sifətləri barəsində danışdıqda biz demirik ki, Allah istəyəndə görəndir, istəyəndə eşidəndir, istəyəndə qüdrət sahibidir. Çünki zati sifətlər məşiyyətlə bağlı olmur, feili sifətlərdən fərqli olaraq. Lakin ixtiyari sifətləri isbat etmiş bəzi alimlər İmam Əhmədin Ar-Raddu alə-Zənadiqati vəl-Cəhmiyyə kitabında dediyi sözlərə istinad edərək Allahın öz istəyi və qüdrəti ilə danışdığını dəlil gətirmişlər və Quranın qədim olmadığını iddia etmişlər. Həmin nəqildə İmam Əhməd rahimehullahu Teala buyurur ki: "İnnallâhe lem yezəl mutekəllimən idə şə." Allah əzəldən istədikdə danışandır. Və bu nəqli əsasən demişlər ki, Allah Cəllə və Alanın kəlam sifəti zati sifət olması ilə yanaşı həm də feili sifətdir. Nə üçün? Çünki o Allahın məşiyyətinə bağlı edilir. Allah istədikdə danışır. İstədikdə danışırsa deməli bu feili sifətlərdəndir. Və bizim alimlər bu iddiaya iki yöndən cavab vermişlər. Birinci odur ki, İmam Əhməddən rahimehullah nəql edilən sözlər uca Allahın kəlam sifətinin mütləq olaraq əzəli olmasına dəlalət edir. Çünki imamın bu sözlərini onun güvənli şagirdləri rəvayət etmişlər. Misal üçün Həmbəl İbn İshaq Əl-Mihnə adlı kitabında buyurur ki, İmam Əhməd belə demişdir: "Ləm yəzəlillahu alimən mutekəllimə." Buyurur ki, Allah əzəldən bilən və danışandır. Həmçinin Qadı Əbu Ya'la rahimehullahu Teala buyurur ki, "Qala Əhmədu fi rivayəti Həmbəl." Həmbəlin rivayətində Əhməd, yəni İbn Həmbəl rahimehullah belə demişdir: "Ləm yəzəlillahu mutekəllimən alimən gafura." Allah əzəldən danışan, bilən və bağışlayandır. Yəni Allah Cəllə və Alanın əzəldən danışan, bilən və bağışlayan olması onun kəlamının əzəli olmasını ifadə edir. Digər bir yöndən isə alimlərimiz Ar-Raddu aləl-Cəhmiyyə kitabında gələn nəqli izah edərək buyururlar ki, yəni bir sıra Həmbəli imamları qeyd edilən rəvayətlə ondan sabit olan digər rəvayətləri cəm edərək İmam Əhmədin yətəkəlləmu ilə şəə sözlərini danışmaq istəyinə deyil, eşitdirmə istəyinə aid etmişlər. Yəni demişlər ki, Allah Cəllə və Alə istədikdə qullarına öz əzəli kəlamını eşitdirir. Qadı Əbu Ya'la rahimehullah buyurur ki, "Qala Əhmədu fi rivayəti Həmbəl, ləm yəzəlillahu mutekəllimə." Və qala fi rivayəti Abdillah fīmə xarracahu aləl-Cəhmiyyə, ləm yəzəl mutekəllimən idə şə. Və mə'lə qavli Əhməd, idə şəə ən yusmi'ənə və yufhimənə zəlik. Həmbəlin rəvayətində Əhməd rahimehullah belə dedi: Allah əzəldən danışandır. Abdullahın rəvayətində Cəhmilər barədə yazdığı kitabda belə demişdir: İstədiyi zaman danışandır. Qadı Əbu Ya'la buyurur, Əhmədin sözlərində gələn məna bizə kəlamını eşitdirmək və anlatmaq istədiyi zaman. Yəni Allah Cəllə və Alə istədiyi zaman öz kəlamını eşitdirir və bizə anlatır. Həmçinin İbn Mibrad rahimehullahu Teala Tuhfetul Usul kitabında buyurur ki, "Və naqala Abdullah an Əhmədə, ləm yəzəl mutekəllimən idə şə." Abdullah Əhməddən, yəni İmam Əhmədin oğlu Abdullah atasından Allahın əzəldən istədiyi zaman danışdığını nəql etmişdir. Və qalil Qadi As-Sagir, Qadi As-Sagir isə buyurur ki, "Qala ba'du men la yu'taddu bi qawlihi. Hâzə min Əhmədə yadullu aləl-hədəs, li'annehu adxala aleyhi'l məşi'ə, və hiyə innəmə tədxulu aləl-muhdəs." Buyurur ki, sözləri etibara alınmayan, yəni sözləri heç bir dəyər daşımayan bəzi kimsələr belə demişlər. İmam Əhmədin sözləri kəlamın sonradan ortaya gəlməsinə dəlalət edir. Çünki Əhməd həmin sözlərə istəyi daxil etmişdir. Demişdir ki, ləm yəzəl mutekəllimən idə şə. İstəksə yalnız sonradan peyda olan şeylərə daxil olur.
Və sonra Qadi As-Sağir rahimehullahu teala bu iddiaya cavab verərək buyurur ki, "Hâzâ galatun alə Əhməd la yahillu zikruh." Bu İmam Əhmədin adına deyilən xətadır və bu sözləri dilə gətirmək halal deyil. Və sonra buyurur ki, Qadi Əl-Kəbir bu sözlərin mənası barədə demişdir. Bu sözlərin mənası bizə eşitdirmək istədiyi zaman, istək kəlamın özünə deyil, onu bizə eşitdirməyə qayıdır. Bu sözləri kəlamın sonradan ortaya çıxmasına dəlil gətirmək doğru deyil. Halbuki İmam Əhməd belə demişdir. O, əzəldən danışandır. Sonradan peyda olan şeyin əzəli olması isə mümkün deyil. Və İmam Əhmədin həmin rəvayətdə Allahın əzəldən danışdığını açıq şəkildə bildirməsi bütün qaranlıq məqamlara aydınlıq gətirir, bütün şübhələri aradan qaldırır və istək Qadi Əbu Ya'lənin qeyd etdiyi şeyə qayıdır. Bunu da İbn Mibrad Tuhfetul Usul ilə İlmil Usul kitabında qeyd edir. Və həmçinin bizim alimlərimiz Allah Cəllə və Alədən susqunluq vəsfini nəf edirlər. Və buna dair də bizim alimlərimizin sözləri var. Və bu sözlərdən biri Əbu Fadl Ət-Təmiminin rahimehullahu teala qeyd etdiyi sözlərdir. O buyurur ki, İmam Əhməd belə deyərdi, uca Allahın danışdığı kəlamı vardır. Bu, onun zatında olan sifətidir. Bu sifət lallıq və susqunluqdan fərqli olan bir sifətdir. Allah özünü həmin sifətlə tərifləmişdir. Yəni, bizim alimlərimiz Allah Cəllə və Aləni susqunluqla vəsf etmirlər. Allah Taala'dan bu vəsfi nəf edirlər. Həmçinin qeyd etmək lazımdır ki, bəzi alimlər həmbəllərin Allah Cəllə və Alənin hərf və səslə danışması barədə etiqadını yanlış anlamışlar. Və zənn etmişlər ki, həmbəli imamları Allah Cəllə və Alənin zatında qaim olan sifətinin hərf və səslərdən ibarət olmasını deməklə təzada düşmüşlər. Və bunun səbəbi də odur ki, onlar həmbəli imamlarının bu məsələyə gətirdikləri təfsilatı gözdən qaçırmışlar və yaxud da ki, bu barədə xəbərsiz qalmışlar. Bəziləri isə daha da irəli gedərək həmbəli imamlarının Allahın kəlamında gələn hərflər və səslərin ərəz cinsindən olan şeylər mislində isbat etdiklərini iddia etmişlər. Və Abdülbaqi Əl-Məvahibi rahimehullahu teala oxuduğumuz bu kitabda bir sıra ittihamlara cavab verərək buyurur ki, Sa'd, yəni Ət-Təftəzəni Əqaidun Nəsəfiyyə kitabında hənbəllərə bu sözləri nisbət etmişdir. Uca Allahın kəlamı səslər və hərflər cinsindən olan ərəz olması ilə yanaşı qədimdir. Və bunun cavabını verərək buyurur ki, onlara nisbət edilən bu sözlərin heç bir əsası yoxdur və onların sözlərində elə bir şey mövcud deyil. Yəni, İmam Abdülbaqi Əl-Məvahibi həmbəllərə yönəlmiş bu ittihamın yanlış olduğunu bəyan edir və həmbəllərin Allah Cəllə və Alənin hərflər və səslərini ərəz olaraq isbat etmədiklərini deyir. Ha belə, həmbəli imamlarının sözlərinə nəzər yetirəcəyimiz zaman görə bilərik ki, onlar uca Allahın kəlamında sıralanma məfhumunu əsla qəbul etməmişlər. Sıralanma məfhumu, yəni hərflərin ardıcıllığını, ət-təaqubu qəbul etməmişlər. Misal üçün, Muvaffəquddin İbn Qudamə rahimehullahu teala Əl-Munazaratu fil-Qur'an kitabında buyurur ki, وَاحْتَجُّ بِأَنَّ الْحُرُوفَ يَدْخُلُهَا التَّعَاقُبُ Kəlam sifətində həmbəllərə müxalif olanlar iddia etmişlər ki, hərflərə ardıcıllıq daxil olur. فَيَسْبِقُ بَعْضُهَا بَعْضًا Və biri digərini qabaqlayır. İbn Qudamə rahimehullahu teala bu iddiaya cavab olaraq buyurur ki, أَنَّ هَذَا إِنَّمَا يَلْزَمُ فِي حَقِّ مَنْ يَتَكَلَّمُ بِالْمَخَارِجِ وَالْأَدَوَاتِ Bu deyilənlər sadəcə məxrəc və hissələrlə danışana nisbətdə gərəkli olur. Vallahu subhanahu la yusafu bidalik. Uca Allah isə bununla vəsf edilməz. Və alə ənə həzə yaudu ilə təşbihillahi teala bi'ibadihi. Fəinnehu la yutasavvaru fi haqqihi illə mə yutasavvaru minhum və huvə batılun fi nəfsihi. Buyurur ki, əslində bu uca Allahı qullarına, məxluqatı bənzətməyə qayıdır. Çünki beləsi Allah barədə yalnız məxluqatda olan şeyləri təsəvvürünə gətirir. Bu isə öz-özlüyündə batil bir şeydir. Həmçinin Əbul-Vəfa İbn Aqil Əl-Həmbəli rahimehullahu teala buyurur ki, Kun innəmə humə harfani qadimani indənə muterattibani fil-həssəti غير مترتبين في الوجود وليس يمتنع أن يترتب في الحاسة ما ليس مترتبا في الوجود كما أن الواحد إذا نظر في الكتاب أو الدرس المكتوب تناول بصره حرفا بعد حرف بترتب حاسته وأنها لا تطيق تناول جميع الحروف ضربة واحدة. Bizə görə Allahın ol sözü, yəni kun sözü
hissiyatda sıralanan, vücudda isə sıralanmayan iki qədim hərfdir. Vücudda sıralanmayan şeyin hissiyatda sıralanması isə heç də mümkünsüz bir şey deyil. Misal olaraq, bir adam kitaba yaxud dərsliyə baxacağı zaman hissiyatında olan tərtibat səbəbi ilə bir hərfi digər hərfdən sonra görəcək. Və insanın hissiyatı bütün hərfləri birdən ələ alması mümkün olmur. İnsanın görmə qabiliyyətində olan tərtibatlıq bir hərfin digər hərfdən sonra ortaya gəlməsini vacib etmir. Və davamında buyurur ki, misal üçün, biz ilk başda Xaliqi onun yaratdığı şeylər vasitəsilə tanıyırıq. Daha sonra yaratdığı şeylərin mükəmməlliyi vasitəsilə onun alim olduğunu bilirik. Feillərinin doğru olması ilə onun qadir olduğunu bilirik. Çünki uca yaradanın kəlamında olan hərflər zatı sifətlərdir və həmin hərflər onun zatında tükənməzdir. Halbuki bizim hissiyatımız onun tükəndiyini müşahidə edir. Çünki bizim hissiyatımız onu yalnız bu şəkildə qavrayıb təhəmmül edir. Və buradan anlayırıq ki, o hissiyatımızda zuhur etməsi yönündən sıralanan vücud və zatda isə sıralanmayan hərflərdir. Yəni, əslində, həmin hərflər Allah Cəllə və Alanın zatında sıralanmır. Həmçinin Əbul-Vəfa İbn Aqil Əl-İrşad kitabının digər yerində buyurur ki, biz bununla yalnız muhdəs, yəni sonradan peyda olan səslərdə qədim hərflərin zuhur etməsini qəsd edirik. Onun sonradan peyda olan varlıqda zuhur etməsi, ona fasilələrin girməsi, nəfəslərin dərilməsi, ağızın tərpədilməsi kimi vəsflərə yiyələnməsini qaçınılmaz edir. Çünki onun, yəni insanın, məxluqun danışıq aləti, kəlamın yalnız müəyyən fasilələri tələb edən ardıcıllıqla gəlməsini mümkün edir. Uca yaradanın kəlamı isə özü-özlüyündə fasilələr, başlanğıc, son, təkrar, sonralıq və öncəlik mənalarına tam müxalifdir. Bunun əksini deyən isə qədim olanın şənini, həmçinin ərəzlərin qədim olma və qədimin fasilələrlə danışma iddiasının mahiyyətini bilmir. Çünki fasilələr qədimdə qaim olmayan ərəzdir. Və həmçinin bizim üsulçu alimlərimizdən olmuş İbn Nəccar Əl-Futuhi rahimehullahu teala Əl-Kəvkəbul Munir adlı kitabında bir sıra görüşləri qeyd etdikdən sonra buyurur ki: "Və innəmə atalna li'anna ğalibən nasi fi zamanina يزعمون أن القائل بأن الله يتكلم بصوت وحرف قديمين غير متعاقبين من فوق السماء بقدرته ومشيئته إذا شاء وكيف شاء كما قرر يكون كافرا." Buyurur ki, bu barədə uzun uzadı danışmağımıza səbəb zamanımızda əksər insanların iddia etməsidir ki, Allahın səmaların fövqündən öz qüdrəti və məşiyyəti ilə istədiyi vaxt və istədiyi kimi qədim və ardıcıl olmayan hərf və səslə danışdığını deyən şəxs bununla kafir olur. Və İbn Nəccar Əl-Futuhinin sözlərindən də açıq aydın görürük ki, bu imam Allah Cəllə və Alanın kəlamının qədim, yəni əvvəli olmayan hərf və səsdən ibarət olduğunu deyir və onun ardıcıl olmadığını deyir. Yəni, bu hərfin və səsin ardıcıl olmadığını deyir və eyni zamanda Allah Cəllə və Alanın öz qüdrəti və məşiyyəti ilə danışdığını deyir. Yəni, buradan aydın olur ki, bizim alimlərimiz Allah Cəllə və Alanın qüdrəti və məşiyyəti ilə danışdığını dedikləri zaman, yəni öz əzəli kəlamını istədiyinə eşitdirməsini qəsd edirlər. Çünki onlar eyni zamanda hərf və səsin qədim və ardıcıl olmayan olduğunu bəyan edirlər. Və bugünkü dərsimizi burada bitiririk. Növbəti dərsimizdə kəlam mövzusu ilə əlaqəli olan digər məsələlər barəsində oxuyacaq. Allah Cəllə və Alə bizi eşidib fayda götürən qullarından etsin. Və əxiru də'vana enilhamdülillahi rabbil aləmin.